Bəli, sizlərə Binəqə Səfəsi Məscid küçəsində harsa 13-14-cü dalana düşür. 3 otaqlı ev, tam əşyalı 60 minə, qaz işıq sərğacı var, gördüyünüz kimi. Suyu da dövlət suyudur. Bax, suyun şokçu budur. Görün su gəlir. Suyu da gəlir. Yəni burada su pasiyə edilmə gəlir. Evin hər tərəfi şkatır qurulub, bir 50 sm məsafə qoyulur. Arxaya da çəkis var. Daxil olaq içəriyə. Bax, koridor sistemində qəşəng şkaflıq da yığıb. Bu şkafını göstərdim. Qəşəng belə şkafından belə şey yığıb. Kombisi, radiatoru, hər şey var. Özlük üstü də işləyir. Yaşayış var bir də. Demək, mətbəxi qəşəng mebel yığılır, təzə mebeldir, xaladenk falan. Yəqin ki, elektronikanı götürəcək, qalan əşyalar qalacaq, düzdür? Əşyalı deyilib. Əşyalı deyibsə, elektronikanı götürər. Bu, bir qonaq otağımız, gördüyünüz kimi, hamısı qəşəng bahalı şeylərdir, əşyalardır. Bu, bir yatağımız, taxtından belə hamısı ideal, gözəl, sanitar qovşağı və ikinci yatağımız. Gördüyünüz kimi, indi pal-paltarın yığar, bir məişət avadanlıqların yığar, qalanı qalar. Qiymət 60 bin Məscid küçəsində, buyurun tələsin.